Yüksək qan təzyiqi və ya hipertoniya xəstəliyi haqqında çox tez-tez danışırıq. Əslində televiziyalardan, sosial mediadan, həkim qəbullarında həkimlər tərəfindən yüksək qan təzyiqinin nə dərəcədə təhlükəli olduğu və təzyiqin kontrolda olmasının nə dərəcədə vacib olduğu haqqında hamımız tez-tez eşidirik. Təzyiqin də növləri var. İlk növbədə mən daha çox vurğulamaq istəyirəm hipertenziv təxirə salınmaz halları. Bu nə deməkdir? Bəzən olur pasiyentlər evdə təzyiqlərini ölçdükdə və yaxud yaxınları təzyiqlərini ölçdükdə 180, 200, 220 rəqəmləri görürlər. Bu əslində doğrudan da çox təhlükəlidir. Çünki hipertenziv təxirə salınmaz hal və ya o cümlədən hipertenziv böhran kimi istifadə edilən terminlər nə dərəcədə vəziyyətin təxirə salınmaz olduğunu göstərir. Nə üçün? Rəqəmlərin yüksək olması o deməkdir ki, həmin 200-220 təzyiqin qalxması insanın orqanizmindəki orqan və sistemlərin zədələnməsinə gətirib çıxara bilir. İlk növbədə ürəyin çox ciddi gərginlik yaşaması və böbrəklərin çox ağır yüklənməsinə gətirib çıxarır. İşemiyasına, yəni qan təchizatının pozulması nəticəsində böbrəklərin, ürəyin zədələnməsi, baş beynin zədələnməsini biz tez-tez müşahidə edə bilirik belə yuxarı rəqəmlər olduqda. O cümlədən ağciyərin zədələnməsi, ağciyər ödemi, hipertenziv böhran hallarında tez-tez rast gəlinir. Və əlbəttə ki, bu nəyə gətirib çıxara bilər? Həmin şəxslərdə ağciyər ödemi inkişaf edirsə, mütləq xəstəxanaya və reanimasiyaya qəbul olunmalıdır. Orada çox ciddi və ağır müalicəsi aparılmalıdır. Bu cür yüksək rəqəmlər infarktlara və o cümlədən baş beyin insultlarına səbəb ola bilər ki, həm qanaxma baş verə bilər insanın beyninə, o cümlədən bu cür yüksək təzyiqlər işemik insultlara gətirib çıxara bilər ki, yəni beynin infarktı biz buna deyirik. Eyni zamanda fəsadlaşmanın müalicəsi və insultlardan, infarktlardan sonra insanın tam bərpa olunub əvvəlki vəziyyətə dönməsi olduqca daha çətin, daha mürəkkəbdir. Və bir çox hallarda təəssüf ki, 100% biz buna nail ola bilmirik. Xüsusilə də insultlarda. Digər tərəfdən yaddan çıxarmamalıyıq ki, yüksək qan təzyiqi o cümlədən böbrəklərin fəaliyyətinə ağır zərbə vurur. Yüksək qan təzyiqi olduqda böbrəklərin damarlarının daralması, özlərini qorumaq kimi mexanizm işə düşür. Nəticə etibarilə insanın vurduğu, yəni ürəyin vurduğu qan həcminin təxminən 25%-ni əldə edən böbrək bu yüksək qan təzyiqi olduğu hallarda həmin qan təchizatının pozulması ilə üzləşir və işemiyası, yəni qan təchizatının pozulmasına məruz qalır. Nəticə etibarilə kəskin böbrək zədələnməsi inkişaf eləyir. Və bu insanlarda əgər tez bir zamanda müdaxilə edilərsə, o təzyiq normallaşması üçün müvafiq tədbirlər görülərsə, əlbəttə ki, insanın normal vəziyyətə qayıtması təmin oluna bilər. Amma təəssüf ki, bəzən bizim vətəndaşlar günlər, həftələr ərzində, bəzən də aylar ərzində 170, 180, 200 təzyiqlərlə yaşayırlar, heç də həkimə müraciət etməyə tələsmirlər. Nəticədə isə müraciət etdikdə artıq bütün orqan sistemlər tərəfindən biz fəsadları müşahidə edirik. Yəni orqanların zədələnmiş olduğunu görürük və belə hallarda müalicə daha uzun müddət çəkir və müalicə nəticəsində həmin orqanların tam bərpasına nail olmaq daha çətin olur. Təzyiqiniz varsa, təzyiqi mütləq mütəmadi ölçmək lazımdır və həkimə müraciət edərək onun müalicəsi üçün müvafiq dərman terapiyası almaq lazımdır. Eyni zamanda, əgər hətta ilk dəfə belə ölçəndə təzyiqiniz 160, 180, 200-dürsə və yaxud bundan da yuxarı rəqəmlər görmüsünüzsə, mütləq qaydada təcili yardıma müraciət etmək, həkiminizlə danışmaq və məsləhətləşmək çox önəmlidir. Əgər infarktdan, insultdan, ağciyərlərin və böbrəklərin zədələnməsindən, o cümlədən qaraciyərin zədələnməsindən qorunmaq istəyirsinizsə, qan təzyiqi nəzarətdə saxlamağınız olduqca önəmlidir və bunun üçün də mütəmadi olaraq həkim müayinələrinə gəlmək, həkimlə məsləhətləşmək çox vacibdir.